Yağışda yağır hələ bu sensiz küçələrə. Dözürəm bilə-bilə sensiz açan səhərə. Yarpaqlar pıçıldayır küləyin nəfəsindən. Ürəyim sızıldayır bu gecənin səsindən. Darıxdım, darıxıram yenə sensiz bu axşam. Bu senli dünyada sensiz kalmışam. Darıxdım, darıxıram yenə sensiz bu akşam. Bu senli dünyada sensiz kalmışam. Yadıma düşür yenə bizim son görüşümüz. Sevirəm dedim sənə, şahid oldu gecemiz. Dünyanın kucağında gece lay lay çalırdı. Sevginin ocağında mehabbet ucalardı. Darıxdım, darıxıram yenə sensiz bu akşam. Bu senli dünyada sensiz kalmışam. Darıxdım, darıxıram yenə sensiz bu akşam. Bu senli dünyada sensiz kalmışam. Senli dünyada sensiz kalmışam. Əla ifa, amma bu mənim subyektiv fikrimdir. Görək ustadlar nə deyir? Eldar, buyurun. Mən sizi təbrik eləmək istəyirəm, dostlar. Amma məndə belə bir hiss yarandı, bilmirəm, bəlkə yanılıram. Elə ki, siz səhnədə Diyanə bunu oxuyanda, mahnı çox gözəl mahnıdır. Deyəsən, sən də oxumusan da bu mahnını? Bəli, oxuyur. Çox gözəl oxuyur. Çox sevirəm. Çox gözəl mahnıdır, çox duyğusal mahnıdır, çox dərin mahnıdır. Amma mən elə hiss elədim ki, siz oxuyub çıxıb getmək istəyirsiniz. Bu hissiyat yarandı məndə. Bir kupol altında özünüz üçün oxuyurdunuz. Mənə müğənni, ifaçı bir əl uzadıb dəvət eləməlidir ifaya. Mən bu əli hiss eləmədim. Əfsuslar olsun. Tahir əslində mənə əlini uzatdı. Uzatdı. Tahir sol, sağ. Sağdakı. Tahir. Tahir, dəqiq o əli Röya xanım uzatmışdınız. Başqa nə hiss elədiniz? Yo. Elnur. Elnur. Elnur uzatdı. Elnur uzatdı. Əlləri qarışdırdıq, amma səsləri qarışdırmayın təkim. Başqa nə hiss elədiniz? Mahnı əslində özü doğrudan da necə sözlər var, elə də mahnıdır yəni. Adam istəyir ki, önündə bir şərab olsun, Bakı gecələrini izləsin və bu mahnı geçsin və sən bu gözəlliyə, bu şəhərə baxasan, yanında da heç kim olmasın. Çünki o körrüyər. O körrüyər. Çünki sən tək olmalısan ki, o mahnı doğrudan da yerində yaşayasan. Məncə oğlanlar, bilirsiniz, ayrı-ayrı oldular. Bəli, ayrı-ayrı ona görə. Amma mən Elnur'u hardasa hiss etdim. Bəlkə də Elnur'un tərzi daha çox olduğuna görə, amma daha çox səhnə enerjisi var. Bəli, təcrübəsi. Təcrübəsi. Hə, ola bilər.
Mən bildim Tahir hansı oğlandı. Hansı? Hansı oğlandı? Hansı oğlan? Mənə çəkmə gətirməli idi. Nə oldu? Bilirsiniz neçə nəfərə bu layihədə o çəkmədən söz Yazıq verir. Tahir, Canaysa. Məncə, bəli, bəlkə də Tahir yavaş-yavaş daha çox xarakter verə biləcək, amma Tahirin də çox gözəl səsi var. Mən sizi bəyəndim. Yəni, nə deyim? Çox sağ olun. Sizə sağ olun. Murad, söz sizdədir. Buyurun. Dostlar, valla bax, təcrübəmdən danışıram. Bu mahnı pəhriz çayları ilə də heç pis getmir. İnanın mənə, çox ləzzətli tamamlama olur. Və bu nəğmənin özündə bir ləzzət var. İstən şərabla, istən pəhriz çayından, istən səhər, istən gecə. Nadir Əsməvi buradan salamlayırıq. Mən bir şey demək istəyirəm. Burada Dodun artıq fikir ayrılığı yarandı və bu mənim özümə ləzzət eləyir. Birincisi, mən Zülfiyyə xanımı təbrik edirəm ona görə ki, mənim düşüncəmə görə çox ideal bir duet idi və o komandaya nəzər yetirdikdə həqiqətən də Zülfiyyə xanımın yerinə mən də olsaydım yenə ikinizi yarışdırardım. Çünki format etibarilə bir-birinizə daha yaxınsınız. Həmkarlarımın fikir ayrılığı nədə yaşanır? Yox, şərab və pəhriz çay məsələsi deyil. Misal üçün, mənə elə gəlir ki, Elnurun maneraları, nəğmədə ifa etdiyi musiqi intonasiyaları, o sözlər ki var, bu sənin dünyada sənsiz qalmışam. Həmin o fikirlərə çox da uymurdu. Bu mənim algılamama. Mənə görə nəğmənin bir kədərli mətni var. Hansını ki Tahir daha çox ifadə etdi. Şəxsən mənə Tahir toxundu. O əli mənə uzatdı. Yox, mən demədim toxunmağı. Yəni, obraz olaraq Tahir sadəcə gözü yumub sərbəst öz üçün oxuyurdu da, əl uzatmağın deyəndə dedim ki, Elnur uzatdı. Elnur əl uzatdı. Fiziki olaraq. Hə, mən də onu demək istəyirəm ki, Tahirin də yəni əl uzatdığı dinləyicilər oldu 100%. Mən Tahiri daha çox bəyəndim bu nəğmədən. İndi bundan sonra bütün iştirakçıları belə ifa edən görsəz, heç də təəccüblənməyin. Mənim işimdə ha. Hə, indi gəlirik əsas ustada. Məhz bu iki iştirakçının ustadına öncə Zülfiyyə xanım qarşı durma haqqında fikirlərinizi bilmək istəyirik. Təbrik eləyirəm sizi. Hərəniz məni bir cürə darıxdırdınız. Tahir. Buradan Rüfət Mehdivi mən sevgi ilə yad eləmək istəyirəm. Nadir müəllimə buradan salamlarımı yetirirəm. Mahnını çox ifaçılar ifa eləyib. Həm də bizim röyamız çox gözəl ifa eləyib mahnını. Mən bir kəlmə demək istəyirəm Tahirdən ki, Tahir, sən o qədər yaxşı insansan ki, sənin tərbiyən, sənin duruşun. Mən Muradı tutdum, mən başa düşdüm Murad nə demək istəyir. Tahirin ifası daha çox kədərləndirdi. Bəli, bəli. Amma Elnurun ifasında daha çox təcrübə, daha çox stil var idi. Stil var idi. Hamının oxumadığı kimi istəyirdi o ifanı eləsin. Bu da bir yoldu, bu da bir çıxışdı. Hər ikinizi təbrik eləyirəm. Və Zülfiyyə xanım, az öncə dediniz ki, ikiniz də məni hərəniz bir cür darıxdırdınız. Yaxşı mənada dedim, pis bəli, mənada bəli. dedim. İndi biz də pis mənada düşünmürük. İndi deyin görək, siz bu layihədə kimin üçün darıxacaqsınız? Çünki seçim vaxtıdır. Sadəcə olaraq onu qeyd eləmək istəyirəm ki, niyə seçimimi bir tərəfdə saxlayacağam, bir iştirakçıda. Qoy mən deyim, açıqlayım. Mən seçimimi yoluma davam eləyirəm. Təcrübəsinə istinadən Elnurla. Elnur! Təbriklər sizə. Çünki açıqlasın qoyun. Çünki bundan sonra bu müsabiqədə, bu proyektdə bilirəm ki, Elnurun bazası var. Ona haradasa güvənim var. Amma Tahir, sən davam elə, oxu, biraz daha çox təcrübə qazan. Çünki sən ifa eləyəndə ürəkdən ifa eləyirsən. Sən düşünmürsən necə olacaq. Ürəyin nə oxuyursan, onu oxuyursan. Bu böyük səhnələr üçün təcrübə qazan, gəl biz səni yenə gözləyirik. Amma bu o demək deyil ki,
burada bitir. İndi burada mənim həmkarlarım var. Görək onlar öz sözlərini nə deyəcəklər. Teşekkür edirik. Elnur buyurun Təbrik edirəm, görüşebilirsiniz. Elnur. Tebrikler Təbrik edirəm, size. Tahir. Yarpaqları peçildəyim Küləyimlə və seninlə Ürəyim sızıldayır Bu gecənin səsindən Təbrik edirəm. Darıxdım Təbrik edirəm. Uğurlar, şad olduk. bu axşam Bu sənli dünyada Sənsiz qalmış Zülfiyə xanım az öncə çox böyük bir qətiyyətlə və ümidlə Tahirə dedi ki, sən öz sənət yoluna davam elə. Buna şübhəmiz yoxdur, amma indi baxaq görək, onun bu layihədəki yoluna davam edə bilməsi üçün ustadlar onu xilas edəcəkmi, yoxsa yox? Bunun üçün onların 10 saniyə vaxtı var. Elə mən də. Ay, deyirəm, sizə mən qalacağam. Təşəkkür eləyirik. Hər şeyə görə, o ürəyinizə görə. Hansı ki, siz onu ifa vaxtı çox hiss etdirdiniz. Öncə eşidək sizin. Ürəyinizdən nə keçirsə, siz ki, ürəyinizi dinləndirə bilən insansınız. Yəni mən bir söz demək istəyirəm. Yəni mən müsahibədə də dedim ki, Zülfiyə xanım elə bir sənətkardır ki, yəni məni seçsə də doğru seçim edəcək, seçməsə də. Çox sağ olun. Yəni Bravo. nə qədər sizi tanımağımız mənə bəs eləyir də yəni. Sənətkarları tanımaq, sizi tanımaq bəsdir. Ürəyin ayaqqabıları nə oldu? Tahir. Rüya xanımın ayaqqabılarının dərisini zakaz eləmişəm, sifariş eləmişəm. Rüya xanım, Gəlib çatır. getdi ayaqqabılar. Seçmədiniz. Ya da şimdi gələcək də. Hə, yox, bir həftəyə inşallah dəri gəlir. Çox sağ ol əzizim. Bir 10 günə inşallah yəni o şedevr əsəri geyinəcəksiniz. Xahiş edirəm, buranı başqa meydana döndərməyək də. Bura səs layihəsi deyə. Xahiş edirəm, ayaqqabı sexi deyil. Təbrik edirik. Uğurlar diləyirik. Allah Tahir. Sağ ol ay Tahir. Çox yaxşı oğlan. Çox. Çox tərbiyəli, çox duruşlu. Uğurlar Tahir. Çox sağ olun. Çox sağ ol Tahir. Çox sağ ol. Səni təbrik edirəm. Sən öz xasiyyətini burada o qədər gözəl göstərdin ki, sən ürəyinə, ruhuna mütləq davam elə. Mütləq davam elə, yenə gözləyəcək. Uğurlar Tahir, uğurlar. Şad olduk səni tanımağımıza. Uğurlar əzizim, sağ ol.